Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir suala baxaq. Bu sualı iki üsulla həll edəcəm. Deyir ki, x böyük 0 olarsa funksiyasının ən kiçik qiymətini tapın. Birinci yol odur ki, Koşe-Şvarts bərabərliyi ilə yazacağım bu sualı. Birinci. Deməli, x plus 64 bölünsün x böyük bərabərdir 2 kvadrat kök altında x vuraq 64 bölünsün x. Bax belə. Və mən burada yazıram ki, x plus 64 bölünsün x böyük bərabər olur 2 kvadrat kök altında. X-lar gedir, qalır 64. Bax belə. Kök 64-dən də nə çıxır? Çıxır 8. 2 vuraq 8. Deməli, x plus 64 bölünsün x böyük bərabər olur 16-da. Deməli, funksiyanın ən kiçik qiyməti oldu 16. Yəni ki, belə. İkinci yol odur ki, törəmə vasitəsilə. Törəmə vasitəsilə verilən funksiyanın törəməsini tapsam mən. Deməli, bizdə gx verilib. X plus 64 bölünsün x. Buradan g iştirik x-i tapsam mən. X-in törəməsi eləyir 1. Buradan 64 bölünsün x-in törəməsi eləyir 64 bölünsün x-in kvadratı. Bunu bərabər eləyəcəm 0-a. 64 bölünsün x kvadratı bərabərdir 1-ə. Burada x kvadrat bərabər olur 64-ə. X bərabər olur 8. X bərabər olur -8. Mənfini götürməyəcəm. Çünki şərtdə mənə deyir ki, x böyükdür 0-dan. Deməli, mən x-in 8 qiymətini götürüb, aparıb gx funksiyasında törəməsiz yerinə qoyacam. Burada gətirib 8-i qoysam birinə. 8 üstəgəl 64 bölünsün 8. Bu da eləyəcək nə? Bu da eləyəcək yenə 16. Deməli, hər iki halda düzgün cavab olur 16. Belə.